Mənfidir. Mənfi 27 dərəcə olduğu üçün. Mənfi 27 metr olduğuna görə oradan hesablanmır. Çünki mütləq hündürlük 0 metrdən hesablanırdı. Düzdür? Və Avropa ölkələrində hardan hesablanır mütləq hündürlük? Şimal və yaxud Aralıq dənizlərindən. Aysa, şimal və yaxud da ki, Aralıq dənizindən hesablanır. Kəsmə yüksəklik nəyə deyilir? İki qonşu horizontal arasındakı hündürlük fərqi. Hündürlük fərqinə deyirik ki, kəsmə hündürlük. Bəs İzobat. aha, Mən eyni dərinliyə malik olan nöqtələri birləşdirən xətt idi. Aysa. İzohips bəs? İzohips. Aha. İzohips horizontalın ikinci adıdır da. Aysa. Onda horizontal nəyə deyilir? Eyni mütləq hündürlüyə malik nöqtələri birləşdirən əyri xəttlər. Qapalı əyri xəttlər. Aysa. Eyni mütləq hündürlüyə malik qapalı əyri xəttlərə deyirik ki, horizontallar. Bəs var 5 ştrixlər. 5 ştrixlər nəyi ifadə edir? 5 ştrix yamacın meylliyini. Aha. 5 ştrix mərkəzə doğru çəkilərsə nə olur? Kənara doğru çəkilərsə hansı relyev forması olur? Mən istiqamət kənarı olanda qabarıq olur da. Önə doğru çəkək. Aysa. Burada məsəl üçün burada oldu. Kənara doğru müsbət relyev forması və daxilə olanda mənfi relyev forması oldu. Yəni dağ və çökəkliyi ifadə edir. Dedik 5 ştrix 1 relyev formasının dağ və yaxud da ki, çökəkliyi olmasını ifadə edir. Daha sonra səth sularının axın istiqamətini ifadə edir. Yəni deyirik ki, dağ olarsa mərkəzdən kənarlara doğru, çökəklik olarsa kənarlardan mərkəzə doğru axır da sular, çaylar və yaxud da ki, səth suları. Bir də ki, 5 ştrixlər horizontallara çəkilən perpendikulyar xəttlərdir deyirdik. Batiqrafik nədir? Hipsometrik nədir? Batiqrafik dərinliyi bildirir da. Aha. Hündürlüyü də hipsometrik. Aysa. Bir də bir meyillilik düsturumuz var idi. O nə idi? Hündürlük fərqini vurub faizi məsafəyə bölür. Aysa, hündürlük fərqini vururuq meyilliliyin dərəcəsinə, onu da bölürdük məsafəyə. Relyefin təsviri horizontallar mövzusunda bu qədər. Daha sonra keçirik şərti işarələrə. Şərti işarələr bölündü 3 yerə. 3 cür idi. Şərti işarələr. Konturlu, miqyassız xətti. Aysa, konturlu necə şərti işarələrdir? Yəni böyük sahələr keçidilərək kartoqrafik təsvirlər şəklində konturlu şərti işarələrini göstərilir. Aysa, yəni bir sahəsi olurdu, eni, uzunu hesablanırdı, kiçildilirdi və xəritəyə və yaxud da ki, deyirdik ki, xəritəyə kartoqrafik təsvir vasitələrinə köçürülürdü. Buna dedik konturlu. Bəs xətti? Xətti təkcə uzunluğu var, eni yoxdur. Aysa, buna məsəl üçün nə ifadə edə bilərsən? Nə deyə bilərsən? Çay. Çay, Məsələn, çay. dəmir yollarını, normal yolları, cığır ola bilir. Elektrik xəttlərini. Cığır ola bilir müəllim. Cığır ola bilir, bəli. Sonra deyirik ki, miqyassız şərti işarələr. Miqyassız şərti işarələr, məsələn, məhəldə aydın görünən ərazilərdir. Məhəldə aydın görünən ərazilər deyirik. Sadəcə mövqeyi göstərilir. Nə eni, nə uzunluğu kiçildilmir. Aha, miqyassız şərti işarələr hansılara aiddir desək? Miqyassız, məsələn, dəyirman, tək ağac, sonra bulaq, kol, göl. Gölün sahəsi var. Gölü deyə bilmərik. Göl konturludur. Daha sonra üzümlük konturludur. Bağ, meyvə bağı konturludur. Deyə bilərik kolluq, çoxluq ifadə edəndə bir sahəsi olur. Onda çəmənlik deyə bilərik konturludur. Bunlar konturlu olur. Bir də deyirik ki, kartoqrafiya nədən bəhs edir? Xəritələrdən. Aysol, xəritələrdən. İlk xəritəni kim tərtib etmişdi? Eratosfen. Aysol, Eratosfen. Eratosfen xəritəsində nələr təsvir edilmişdi? Hansı materiklər təsvir olunmuşdu? Asiya, Avropa, Afrika. Bunlar necə dünya adlanırdı? Köhnə. Köhnə dünya adlandırılırdı. Eratosfenin bir də hesablaması var idi. Nə idi o? Yerin ölçüsünü hesablamışdı. Deməli, günəşin düşmə bucağına əsasən meridian çevrəsinin uzunluğunu hesablamışdı. Eratosfenə aid başqa nə deyə bilərik? İlklərə imza atıb deyirik. İlk xəritəni dedin. İlk coğrafiya kitabı. İlk coğrafiya kitabını Aysol dedik. İlk coğrafiya xəritəsi. İlk coğrafiya xəritəsini, ilk coğrafiya kitabını. Buna görə də deyirdik ki, coğrafiyanın atası adlandırılır Eratosfen. Daha sonra Ptolemeyin xəritəsi daha mükəmməldir deyirdik. Mükəmməlliyinin səbəbi nə idi? Meridianlar təsvir edilmişdi. Aysol, meridianlar və paralellərin kəsişməsi, yəni dərəcə toru təsvir olunmuşdu. Bir neçə məntəqənin koordinatı verilmişdi. Ptolemeyin xəritəsindən də 15-ci əsrə qədər deyirik ki, istifadə olunurdu.
Həm də Ptolemeydə quru çox idi da, su az idi. Ay sağ ol. Eratosferin nisbətən. Bəli, quru çox idi, su az idi. Amma eratosferində quru az idi, çox idi. Həm də Çox idi, su sahəsi. geosentrik nəzəriyyəni yaratdı. Ay sağ ol. Geosentrik nəzəriyyə nə deməkdir? Yerin ətrafında planetlər fırlanır. Yer mərkəzi olurdu. Ay sağ ol. Geo, yer, center, Hə, mərkəz. sentrik Yəni yer planet. mərkəzdə, Günəş və digər planetlər isə onun ətrafında idi. Bir də Kopernikin nəzəriyyəsi var idi. Onun adı nə idi? Heliosentrik. Ay sağ ol. Heliosentrik. Afərin sənə. Heliosentrik nəzəriyyə nə demək idi? Orada Günəş mərkəzdə idi, yəni mərkəzdə idi, digər planetlər onun ətrafında. Ay sağ ol. Normal indiki vəziyyət. Helio Günəş, center mərkəz. Yəni Günəş mərkəzdə, deməli yer və digər planetlər isə onun ətrafında idi. Bu da Kopernik aiddir. Kopernik hansı dövrün səyyahı idi? Kopernik orta əsrlər səyyahı. Orta əsrlər dövrünün səyyahı idi. Ay sağ ol. Bəs deyirik ki, qlobus tərtib edənlər kim idi? Şərqdə Əbu Reyhan Əl-Biruni olub, ilk dəfə Ay gildən. sağ ol. Ay sağ ol. Qərbdə Biri də Qərbdə Martin Beheim idi. Şərqdə Əbu Reyhan Almaz Biruni idi. Almazlandırılmış. Ay sağ ol. Sonra deyirdik ki, Əbu Reyhan Biruninin hazırladığı qlobus gildən idi də. Gildən hazırlamışdı bu qlobusu. Daha sonra Nəsrəddin Tusinin də ulduz qlobusu var idi deyirdik. Qlobus hazırlayanlardan orta əsrlər dövründə. Krates Malowski də deyirdik ki, qədim dövr səyyahı idi və o da qlobus hazırladığı haqqında ideallar var idi. Amma ki, onun qlobusu heç bir muzeydə, yəni bir nümunəsi yoxdur da. Amma iddia var ki, Krates Malowski də qədim dövrdə ilk qlobus hazırlayan Krates Malowskidir. Ay sağ ol. Sonra deyirik ki, yeni dünya hansı materiklər idi? Yeni Avstraliya, Şimali Amerika, Cənubi Amerika. Ay sağ ol. Bəs yeni dünya, Şimali Amerika ümumiyyətlə böyük coğrafi kəşflər dövründə səyahətə ilk başladı kim? Kristofer Kolumb. Neçənci ildə? 1492. 1492-ci ildə səyahətə başladı. Hara getdi? Hardan çıxdı Kristofer Kolumb? Səyahətə hardan çıxdı? İspaniyadan çıxaraq Aha. West Hind adalarına getdi. Ay sağ ol. Ayaq basdığı ilk torpağa da adlandırdı Amerika. West Hind, yəni Qərbi West Hind Hind. adaları. Ay sağ ol. West Hind, Qərbi Hind adlandırdı ilk ayaq basdığı torpaqlara da. 1492-ci ildə səyahətə başladı. Səyahəti böyük coğrafi kəşflər dövrünü əhatə edirdi. Böyük coğrafi kəşflər dövrü daha sonra kim səyahətə çıxdı? İspaniyadan səyahətə çıxmışdı bu səyyah da 1519-1522-ci ildə. Amerika Respublikası. 1519-1522-ci ildə. Magellan səyahətə çıxmışdı. Magellan hara getdi? İspaniyadan çıxdı. Magellan da Hindistana dəniz yolunu axtarmaq məqsədi ilə o Sakit Okeandan keçibdi. Buranın sakit olduğu üçün Sakit Okean adlandırır. Daha sonra Filippin adalarında öldürür. Yerli əhali ilə toqquşmada öldü. Bir də Filippində yerli tayfa ilə toqquşmada həlak olan, hava adalarında həlak olan digər səyyahımız kim idi? Elkan yox. Yox, hansı ki yox, Avstraliyanı materik olaraq kəşf etmişdi o səyyahımız. Yanson. Yox, Yanson ad olaraq kəşf etmişdi. Müasir dövrdə James Cook. Ay sağ ol. Cook idi. Cook hava adalarında yerli tayfa ilə öldürüldü. Bunu güvəndə oxşar cəhət olaraq verirlər. Magellanla Cook'un oxşar cəhəti olaraq verirlər. Sonra dedik ki, onda Magellan nəyi sübut etdi? Magellan yerin kürə şəklində olduğunu. Necə sübut etdi? Əyani olaraq sübut etdi. Gördü ki, qərbə doğru üzür. Qərbdən çıxıb şərqə, yəni qərbdən çıxaraq şərqdən üzüb qərbə doğru yenə qayıtmaq olur. Qayıtmaq olur əvvəlki məntəqəyə. Daha sonra Magellanın səyahətini kim davam elədi? Juan Elkan. Ay sağ ol. Juan Elkan da Filippindən gəldi, İspaniyaya çatdı. Bu Fernando Magellan bu səyahətdə dedi ki, ilk dəfə dünya səyahəti tamamlamışdı. Juan Elcano Magellan səyahətini tamamlamışdı. İlk dünya səyahətində kim etmişdi deyirik? Deyirik ki, Magellan. İkinci dünya səyahətini kim etdi? Böyük coğrafi kəşflər dövründə. James Cook. James Cook müasir dövrdə etdi. Kolumb. Francis Drake. Kolumb hara getdi? Kristofer Kolumb sadəcə Aralıq dənizi sahilindən İspaniyadan gəlir mərkəzi Amerikaya. Dünya səyahəti nə idi? Dünyanın bir dənə tur vurur. Bu turu vuran Fernando Magellan idi. İlk dünya səyahətini bu etmişdi. Daha sonra Francis Drake idi ikinci dünya səyahətini edən. Avstraliyaya səyahət edənlər, Avstraliyanın kəşfində böyük xidmətləri olmuş dedik, səyyahlardan biri oldu Yanson. Yanson. Daha sonra kim idi? Cook. Ortada biri də var idi. Yanson 1600-cü ildə, daha sonra 1640 Tasman idi, Tasman. Holland səyyahı Tasman idi ki, Avstraliyanın kəşfində iştirak etmişdi.
Abel Tasman hansı əraziləri kəşf etmişdi? Avstraliyanın şimal, şimal, şərq, cənub sahillərində Aha. olubdu. Bəs Həm də Yeni Zelandiyanı kəşf edib. Aysa. Bir də onun adıyla bir ada var idi Avstraliyanın cənubunda. Tasmaniya adası. Aysa, Tasmaniya adası. Bəs desək ki, hansı materikin kəşfindən sonra Avropadakı ərazilərin qarşısına yeni əlavə olunaraq deyirik ki, bu ərazilərə verildi, yeni əlavə olunaraq buradakı adalara verildi ad. Şimali Amerika, Cənubi Amerika. Yox. Bax, Avstraliya kəşf olundu, Avropalılar gəldi, kəşf etdi Avstraliyanı və oradakı bax deyirdik ki, oradakı ərazilərin adlarının qarşısına yeni əlavə olundu və Avstraliyanın ətrafındakı adalara verildi. Bunlardan biri də ki, deyirdik ki, Zelandiya adasıdır. Zelandiya adası Danimarkanın paytaxtı Kopenhagen yerləşir Avropada. Onun qarşısına yeni əlavə olundu. Avstraliyanın cənubundakı, cənub şərqindəki deyirik ki, Yeni Zelandiya adasına verildi bu ad. Bundan əlavə də Kalimantandır. Daha sonra bir neçə adlar verilmişdi. Kaledoniya, Yeni Kaledoniya da Avropada olan adlardan biridir. Deməli, Avstraliya materiki kəşf olunduqdan sonra onun ətrafındakı adalara Avropadakı adların qarşısına yeni əlavə olunaraq oradakı adalara verildi. Deməli, böyük coğrafi kəşflər dövründə İspanlarla Portuqallar hara yerləşdilər, haranı kəşf etdilər? Harada məskunlaşdılar? Yeni torpaqlarda, Amerika. Dedik ki, İspanlarla Portuqallar Cənubi Avropada məskunlaşdılar. Amma fransızlarla ingilislər Şimali Amerikada, Şimali Amerikanın mərkəzi və cənub hissəsində məskunlaşdırır deyirik. Yarısı Avstraliyada. Necə? Yarısı Avstraliyada məskunlaşıb, yarısı Şimali Amerikada. Yox, bax. İspanlarla Portuqallar gəldilər bax Cənubi Amerikaya, bir də mərkəzi Amerikaya. Amma fransızlarla, bax burada fransızlarla ingilislər də, Fransanla İngiltərə. Belə yadında saxla ki, bunlar da gəldilər hara? Şimali Amerika hissəsinə. Amerikanın şimal hissəsinə. Şimal hissəsinə kim gəldi? Bu şimaldakı ingilislərlə, Böyük Britaniya, Fransadan gəldilər şimal hissəsinə kim? Deməli, fransızlarla ingilislər. Fransızlarla ingilislər Amerikanın şimal hissəsində məskunlaşdı. İspanlarla Portuqallar da mərkəzi və Cənubi Amerika hissəsində məskunlaşdılar. Bunu yadında saxla. Sonra dedik ki, rezervasiya nəyə deyilir? Yer dəyişmək. Necə yer dəyişmək? Rezervasiya. Bir yerdən digər yerə köç etmək. Yox, o miqrasiyadır. Deyim. Nə? Deyim. De. Yerli xalqların əlverişsiz şəraitdə məskunlaşdırmaq. Aysel, rezervasiya nə idi? Avropalılar həmin dövrdə Amerikaya kəşf üçün gəlirdilər və Amerikadakı məhsuldar torpaqlara özləri məskunlaşırdılar. Təbii sərvəti əlverişli olan, iqlimi əlverişli, təbii sərvəti bol olan ərazilərə özləri yerləşirdilər, məskunlaşırdılar. Oradakı yerli xalqları isə deməli təbii şəraiti əlverişsiz, yəni rezervasiyalara köçürürdülər. Rezervasiya nə oldu? Təbii şəraiti əlverişsiz olan ərazilər. Daha sonra Cook'un kəşfində, Cook haranı kəşf etdi? Cook'un adına nə bağlıdır? Avstraliyanı kəşf etdi. Neçənci illərdə? 1771-də. Aysel, 1771-də. Daha sonra Cook Yeni Zelandiyada oldu. Nəyi kəşf etdi Yeni Zelandiyada? Yeni Zelandiyada Cook'un adına bir deməli coğrafi ad var. Deyim. De. Yeni Zelandiyanın müstəqil 2 adadan ibarət olduğunu kəşf etdi və orada James Cook'un adına da bir dənə boğaz. Aysel, hansı ki Şimal və Cənub adasını birləşdirən boğaz idi, Cook boğazı idi. Yeni Zelandiyanın şimal adasından Cənub adasını birləşdirən boğaz idi. Sonra James Cook dedik ki, Sakit Okeanda oldu, mərkəzi və qərb hissəsindəki adaları öyrəndi. Daha sonra dünya səyahəti etdi 3 dəfə. Aha. Sonra bir də Avstraliya materik olduğunu sübut etdi. Yansonun ada olduğunu dedi. Ada hesab etdi 1600-cü ildə. Tasman sadəcə sahillərində oldu. Tasmaniyanın Yeni Zelandiyanı kəşf etdi. James Cook isə Avstraliyanı materik olaraq kəşf etdi. Onda dedik ki, Cook müasir dövrdə kəşf etmişdi Avstraliyanı. Bəs dünya səyahətini başa vurmuş müasir dövrdə başqa kim var idi? Kimin adını çəkirdik 1803-1806-cı illərdə? Kruzenstern, Lisianski. Aysa, Lisianski ilə Kruzenstern idi. Cənubi Amerikada olmuş səyyah kim idi? Cənubi Amerikada? Aha. Hansı ki, Mərkəzi Amerikada vulkanları da kəşf etmişdi, öyrənmişdi. Onun adına biocoğrafiya elmi də var.
Ə, Amerika Vespucci-də. Amerika Vespucci. Amerika Vespucci Christopher Columbdan sonra Amerikaya gedən Şimali Amerikada olmuşdu Amerika Vespucci. Kolumb. Biocoğrafya. Biocoğrafiya elmini gətirmişdi elmə. Adını Biocoğrafiya. elmə gətirmişdi. Materiklərin geoloji xəritəsini tərtib etmişdi. Ant dağlarında təbii qurşaqları öyrənmişdi. Cotopaxi Chimborazo vulkanlarını kəşf etmişdi. Humboldt, yox. Düzdür. Humboldt. Humboldt. Humboldt idi. Bəs Afrikanı şərqdən qərbə doğru səyahət edən kim idi? Afrika. Kim? 1849-1873-cü illərdə. Kim idi? Bilmirəm. David Livingstone. Ay sağ ol, David Livingstone. Hansı əraziləri kəşf etmişdi? Onların adında da şəlalə var idi. Afrikanın qərb sahillərini. Aha, Afrikanın qərb Zambezi sahilləri. çaylarını. Konqona, Zambezi çaylarının yuxarı axarını, bir də ki Tanganikana, Viktoriya şəlaləsi. aha, Tanganika, Nyasa gölləri ilə Viktoriya şəlaləsini kəşf etdi. Antarktida materik olaraq kim kəşf etdi? Qütbünü kim kəşf etdi? Cənub coğrafi qütbünü. Benin-Hazen Lazarev idi. Aha. Bernhazen Lazarev nəyi kəşf etdi? Antarktika materikin. Özünü. Antarktida materikini kəşf etdi. Bəs qütbünü kim kəşf etdi? Cənub Robert, yox. Scott. Isol Scott 1911-12-ci ildə deyir ki, Amundsenlə Scott Cənub qütbünü kəşf etdi. Şimal qütbünü kim kəşf etdi? Robert Piri. Robert Piri kəşf etdi. Kon-Tiki adlı gəmi hazırlamışdı. Kim idi o? Cənubi Amerikadan Sakit Okeandakı adalara üzüb getmişdi və beləliklə sübut etməyə çalışmışdı ki, Cənubi Robert Amerikanın Piri. yerli əhalisidir. Sakit Okeanda adalarda yaşayan xalqlar. Piri. Nə baxıyorum? Piri dedik, şimal qütbünü kəşf edib də. Scott. Kim? Scott. Scott kimdir? Sen Scott. O hardan? Onları bir də verə bilərsiniz. Kon-Tiki adında gəmi hazırlamışdı. Hansı ki, Cənub Tərtibli yerdə. neçənci ildə? 1947. Aferin sənə. Bəs kosmik səfərə çıxmışdı. Neçənci ildə? 2000-ci ildə. Bəs Hindistana dəniz yolunu kəşf etmişdi. Qama. Başqa qama. Neçənci ildə? 1700. 1700 harda 12. gördü? Böyük coğrafi kəşfiyyat 1600. dövründə. 1497-98. Ay sağ ol. 8. Və hava proqnozu verən 3 şəhər, 3 mərkəz hansı şəhərlər idi? Moskva, Melbourne, Washington. Melbourne, Washington, bir də Moskva. Moskva, Melbourne, Washington. Ay sağ ol. Bəs deyirik ki, qədim dövrdə hansı səyyahlar idi? Azərbaycanda olmuş səyyahlar. Biri Marco Polo idi. O orta əsrlər dövründə idi. Qədim dövrdə deyirəm. Strabon. Ay sağ ol. Strabon, bir də Ptolemy. 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 Aferin. Orta əsrlər dövründə kim idi? Polo. Polo, bir də Nikitin. Afanasi Nikitin. Müasir dövrdə Müasir dövrdə Lazarev var idi. Lazarev yox, Tur Heyerdal, Turhey. bir də Aleksandr Duma. Dum. Aleksandr Duma idi ki, deməli, bir də Rusiyanın atom buzqıran gəmisi şimal qütbünə çatması neçənci ildə oldu? 1800-cü il. Yox. 17-ci əsrdə. Dedik ki, 17-yə düşmür, 20-yə düşür. 1977-ci ildə. Sonra Azərbaycan deməli, Azərbaycanda coğrafiya elmində xidmətləri olmuş. Azərbaycan relyefini öyrənmişdi. Azərbaycan relyefini Ad və soyadı eyni olanlar. Həsən. Yox. Ana da Həsən görək. Budaq, Museyib. Aha. İqlim, Ənvər Şıxlinski, Ələbbas Mədədzadə. sonra deyirik iqtisadi coğrafiyanı. Lomonosov yox. Yox, iqtisadi coğrafiyanı dünya üzrə İqtidar Lomonosov idi. Amma Asef Azərbaycanda Nadirov idi. iqtisadi coğrafiya elmini öyrənmişdi Asef- Azərbaycan səyyahlarından. Asef Nadirov idi biri. Ay sağ ol. Aysəf Nadirov idi, bir də Hadi Əliyev idi. Bir də Əliyev olmalı. Hacızadə. Aysə, Əbdürrəhim Hacızadə. Əbdürrəhim bəy, Rəhim Hacızadə dedi. Çayları, Çayları Salih Müstəmir. Xəzəri,
Xəzəri Qasımgil. Azərbaycanda ana dilində ilk dəfə coğrafiya kitabı hazırlanmışdı. Coğrafiya kitabının müəllifi idi. Mirzəzadə idi. Qafur Rəşad Mirzəzadə idi. Adlanırdı Qafqaz Qafqaz coğrafiyası və coğrafiyası, bir də ümumi coğrafiya. Bir də Abbasqulu Ağa Bakıxanovun əsərləri var idi. 3 əsəri var idi. Hansı idi? Qəribə kəşflər. Qəribə Gürcüstan, kəşflərdən nədən İran. bəhs edirdi? Amerikan kəşf etməsindən Kolombun. Ay sağ ol. Bəs Azərbaycandan Gürcüstan. bəhs edirdi? Gürcüstan, İran. Ay sağ ol. Kainatın sirlərindən nədən bəhs edirdi bəs? Kainatın sirlərində Hı. materiklər haqqında idi. Yo. Kopernikin nəzəriyyəsi. Kainatın heliosentrik Heliosentrik Ay sağ ol. nəzəriyyəsi. Heliosentrik nəzəriyyəsi. Hacı Zeynalabdin Şirvani hansı ərazilərdə olmuşdu? Hacı ömrün 40 ilini səyahətə keçirdi. Aha. Hansı ərazilərdə olmuşdu? Bax dedik ki, burada Kanar adalarından Mərkəzi Asiya. daxil olmuşdu. Mərkəzi Asiya. Kanar adalarından daxil olmuşdu, gəlmişdi bu hissələrdə İndoneziyaya qədər getmişdi. Bax Hindistan burada, İndoneziya burada, Mərkəzi Asiyanı da daxil edirik, yəni bu Avropa, Şimali Afrikanı da aid edirik. Deməli nə oldu? Bax bu hissədən ağlımızda saxlayırıq əzbər olaraq. Kanar adalarından Asiya, başlayır, Avropa. Aralıq dənizindən keçir, bax gəlir Hindistan cənubundan keçir İndoneziyaya qədər. Deməli burada İndoneziya var, burada Hindistan var, burada Ərəbistan var, burada Şimali Afrika var, Cənubi Avropa var. Desək ki, Şimali Avropa olmaz, Şimali Asiya olmaz. Deməli Şimali Amerika olmaz. Seçdiyimiz əraziləri götürürük. Deməli hara oldu? Hindistan, İndoneziya, Ərəbistan, Şimali Afrikada olub, Mərkəzi Asiyada Mərkəzi Asiya. olmuşdu. Sonra Nəsrəddin Tusi. Nəsrəddin Tusi dedik, qlobus tərtib etmişdi. Bir də onun adına mağara var idi. Hansı mağaraydı o? Hansı ki orada yerin ölçüləri haqqında müəyyən hesablamalar aparmışdı. Marağa rəsədxanası idi. Marağa rəsədxanası. 1259-da. 1259-cu ildə 12 ilə tikilmişdi. Aha. Sonra gəlirik deməli nəyə? Fiziki coğrafiyanın həm ənənəvi, həm yeni sahələri var. Ənənəvi hansıdır, yeni sahələri hansıdır? Kartografiya idi. Ənənəvi. Aha. Tarixi idi. Çöl tədqiqatları. Yo, fiziki coğrafiya var. Coğrafiya iki hissəyə bölündü. Fiziki coğrafiya, bir də iqtisadi coğrafiya. Fiziki coğrafiya, dağlar, düzənliklər, relyef, yəni geomorfologiyadan bəhs edən bölməsi. Yerşünaslıq, Aha. iqlimşünaslıq, Ay, bitki sağ ol. coğrafiyası, Hidrologiya. okeanologiya, torpaqşünaslıq, Ay, kartografiya var idi. bəli. Sonra gəlir yeni sahələr. Yeni sahələrinə aiddir nə? Planlaşdırma, Aha. riyazi coğrafiya, siz, Aha. ekologiya, Ekologiya. İqtisadi coğrafiya aid olur. kənd təsərrüfatı, sənaye coğrafiyası, sosial, Aha. nəqliyyat, əhali, demoqrafiya, bir də ölkəşünaslıq. Aha. Sonra yeni sahəsi hansı idi bəs? Əhali şəhər planlaşdırılması, siyasi tibbi coğrafiya, rekreasiya, bir də cis. Aha. Bəs deyirik ki, Atlas tərtib etmişdi. Atlas, Aha. Atlas nə idi? Mercator. Mercator, bəli. Atlas nə idi? Xəritələrin toplusu, müxtəlif məzmunlu xəritələrin toplusuna deyirdik ki, Atlas. Atlası da kim tərtib etmişdi? Mercator. Biocoğrafiya elminin dedik banisi kimdir? coğrafiya elminin banisi Bitki coğrafiyası da deyirdik buna. Humboldt. Humboldt hansı əraziləri kəşf etmişdi? Tədqiq etmişdi. Asiya, Avropa. Humboldt, yəni bu Amerikada olmuşdu dedi. Amerika, Şimali Amerika. Orinoco, Amazon, yox, Amazon çayı. Ay, sağ ol, düzdür. Dedik ki, torpaq coğrafiyasını Torpaq coğrafiyasını elmə gətirir. çayı. Dokçayev hansı ərazilərin tədqiqindən sonra torpaq coğrafiyasını elmə gətirir? Asiya, Rusiyanın Avropa hissəsində. Rusiya, Avropa. Lomonosov Lomonosov iqtisadi coğrafiya. neçənci ildə? 1760-cı ildə. Xronologiyada olmalıdır belə suallar. Ekoloji coğrafiyada nədən bəhs olunur? Ekoloji, Ekologiya. hava haqqında. Ekologiya nədir? Təmiz. Təbiətin vəziyyəti haqqında. Ay, sağ ol. Təbiətin qorunması haqqında, təbiətin müasir vəziyyəti haqqında. Və regressiya deyəndə nə başa düşürsüz? Regresiya, nəmişə iddia. İstirahət və turizm. Aha, regressiyada da bundan başa düşürük. Sonra
Gəlirik əsas məsələ. Burada bir dənə bölməni dedik. Üfüqün cəhətləri. Üfüqün əsas cəhətləri var, bir də aralıq cəhətləri var. Bəli. Əsas cəhətləri hansı vardı? Şimal, şərq, cənub, qərb. Dərəcələrini də de. Şimal 0-360 dərəcə. Yox, A, pardon, düzdür, şimal düzdür. 0-370 dərəcə. Şərq 90 dərəcə, cənub 180, qərb 270. Əla. 270. Aha, aralıq cəhətlər. Şimal, şimal-şərq. Aha. Şimal, Şimal. cənub-şərq. Şimal, şərq. Dərəcə ölçüsü nə qədərdir? 45. 45. Cənub, şərq. Cənub-şərq 135. 135. Cənub, qərb. Sonra 225. 225. Şimal-qərb 315. 315. Bəs getdik 45 dərəcə azimutla. Geri qayıdıq azimutla.